Mən bir dostum bir dəfə demişdi ki, biz Amerikaya köçən azərbaycanlılar əslində nə tam Amerikalı oluruq, nə tam da Azərbaycanlı, ortada qalırıq. Çünki hər ikisindən, hər iki həyat tərzini görmüşük. Amma burada da olan uşaqlar necədir? Həmin o Azərbaycanlı ailələrin uşaqları, onlar sizcə tam Amerikalı ola bilirlər, yoxsa nəsə qalır hələ? Çox maraqlı sualdır və bunun cavabı yəqin ki, kimdən soruşsaz, yəqin ki, cürbəcür cavab eşidəcəksiniz. Çox faktorlar valideynlərdən asılıdır. Uşağı necə yetişdirirsən. Biz elə yetişdirdik ki, onlar bilirlər ki, kimdilər, kimin nəvəsidirlər, kimin nəticəsidirlər və həmişə başa salırıq onlara ki, siz Azərbaycanlısınız. Amerikanlısınız, amma siz Azərbaycanlısınız. Və həmişə deyirlər ümumiyyətlə American Italian, nə bilim American falan. Bizdə əslində bu gün Amerikalı, Azərbaycanlı belə termin daha istifadə olunur. Bəli. Və mənim uşaqlarım, mən balaca olanda mən onlara kömək eləyirdim bu elə bil ki termini başa salmaq və başa düşmək, amma indi görürəm ki kiməsə özlərini təqdim eləyəndə deyirlər ki I'm from Azərbaycan. Elə deyirlər. Amma əlbəttə burada doğulublar. Amma o demək deyil ki, hamı eynidir. Məndə belə insanları tanıyıram ki, dedilər, uşaqları böyüdüncə fikirləşdilər ki, uşaqlara çətinlik yaradırlar belə bir faktorla. Və nə Azərbaycan dili istifadə eləyiblər, nə rus dili istifadə eləyiblər. Sadəcə ingilis dilində uşaqları böyüdüblər. Bilmirəm, ola bilər ki, bu düzgündür, ola bilər ki, biz elədiyimiz düzgündür.